Qardaşlar, bu hamınız da məni izləyirsiniz eləmi? Canlarım, ciyərlərim. Məndən başqa da yayımlar izləyirsiniz eləmi? Baxın. İlham Əliyev gedirlər o adada ha, Cefrinin adasında. Nələr eləyirdilər ha? Uşaqları qaçırdırdılar ha? İndi YouTube'un xoşu gəlmir də, danışmıram. Ay kişilər, hər həftə uşaqlar itirdi Azərbaycanda. Hər ay neçə uşaq itirdi Azərbaycanda. Yorulmuşduq, uşağı məktəbə gedəndə apardılar, kətdən apardılar. Hamısını da polislər oğurluyurdu uşaqları. Hamısı da adıya gedirdi, adıya. Bildiniz də Cefrinin adasına. Yaxşı, bu söhbət çıxandan sonra, keçən il lap yayından, lap bax bu vaxtından, bu günə qədər bir dənə uşaq oğurlandığını eşitmisinizmi? Mediada eşitmisinizmi? Görün, nə qədər uşağı oğurluyurdularsa, nə qədər uşaqlar oğurlanırdısa, nə qədər uşaqları valideynləri qorxudurdular, puldan soxdururdular, gizlədirdilər, media çıxmağa qoymurdular. Hələ ortaya çıxanlar belə bizi dəhşətə düşürürdü. Ayda bir neçə uşaq oğurlanırdı. Hamısı da gedirdi EPİyə, Cefrinin yanına. İlham Əliyev, Mehriban Əliyevə qaçırdırdı. Bax, bu söhbətlər ortaya çıxandan sonra mən də çıxdım dayanmadan dedim, Vatikanda da var, Bakıda da eləyirlər, ayinlər oxutururlar. Nə oldu? Gördünüzmü dəyərli həmvətənlərim? Keçən il aprel ayından bu vaxta qədər mən bir dənə uşağın itdiyini bu efirdə deməmişəm. Fikir verdinizmi siz? İndi bildinizmi uşaqları oğurlayan İlham Əliyev idi, Mehriban Əliyev idi? İndi bildinizmi uşaqları hara aparırdı hakimiyyətdə qalmaq üçün? Ayinlər oxutururdular, nə bilim, Levənci pişirirdilər, nə bilim, nələr eləyirdilər, vay, qızıl kadehlərdə nələr eləyirdilər.